Bismillahirrahmanirrahim. Qurban Bayramı gününün bəzi müstəhab əməlləri ilə sizləri tanış etmək istərdim. Qurban Bayramı gününün quslunun vaxtı sübh azanından günəş batana qədərdir. Daha yaxşı olar ki, onu bayram namazından qabaq edəsiniz. Quslun niyyəti belədir. Qurban Bayramının quslunu edirəm. Qürbətən ilallah. Qurban Bayramı namazı 2 rükətdir. Niyyəti belədir. 3 dəfə əs-salah deyəndən sonra Qurban Bayramının namazını qılıram, qürbətən ilallah. Sonra təkbir, yəni Allahu Ekber demək. Qurban Bayramı namazının qılınma qaydası belədir. Birinci rükətdə Həmd surəsindən sonra istənilən surəni oxuyub, sonra 5 qunut tutmaq, qunutlar arası təkbir, Allahu Ekber demək. 5-ci qunutdan sonra rüküyə getmək, sonra 2 səcdən edib 2-ci rükətə qalxmaq lazımdır. 2-ci rükətdə Həmd surəsini oxuyub, ardıca istənilən Quran surəsini oxuyandan sonra 4 qunut tutmaq, qunutlar arası təkbir demək, 4-cü qunutdan sonra ruku, ardıca 2 səcdən edib, təşəhhüd və salamları deyib namazı bitirmək lazımdır. Qurban kəsərkən oxunan müstəhəbbi dua. Bismillahirrahmanirrahim. Vəccəhdu vəchiyyə lilləzi fətərəs-səmavati vəl-ardı hanifən muslimən və ma ənə minəl müşrikin. İnnə səlati və nusuki və məhyəyə və məmati lillahi rabbil aləmin. La şərikə ləhu və bizəlikə umirtu və ənə minəl muslimin. Allahumə minkə və lək. Bismillahi və Allahu Akbar. Tək Allaha inanan müsəlman şəxs kimi göyləri və yeri yaradan Allaha üzümü tuturam. Mən müşriklərdən deyiləm. Mənim namazım, qurbanlığım, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür. Onun şəriki yoxdur. Mən buna iman gətirməyə əmr olunmuşam və mən müsəlmanlardanam. Allahım, bu qurbanlıq səndəndir və sənə görədir. Allahın adı ilə kəsirəm. Allah hər şeydən ucadır.